değerli ziyalılarımız, bugünləri unudulmaz şairimiz, tədqiqatçı, alim, gözəl ziyalı və ictimai xadim Şamil Əsgərovun anım gününə toplaşmışıq. Şamil müəllim təkcə Kəlbəcərin, bir kəndin, bir elin, bir rayonun fəxri deyil, bütün Azərbaycanın fəxri və qürur duyduğu bir ziyalımız olur. Mən xahiş edərdim ki, Şamil müəllim xatirəsini bir dəqiqə şükürlə yad edək. Allah rəhmət eləsin. Bu günləri zəhmət çəkib bura təşrif buyuran hər bir ziyalımıza, Şamil müəllimin qələm dostlarına, yaxınlarına, məktəb kollektivi adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Tədbir bizim Söz qəzetinin və Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin, beləcə də bizim məktəbin birgə layihəsi olaraq keçirilir və öz növbəmdə həm qəzet rəhbərliyinə, həmçinin Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm ki, bizə dəstək verirlər, bu tədbiri burada reallaşdıra bilir. Şamil müəllim tədbirin təbii ki, bundan da daha gözəl, daha böyük keçirilməyə layiqdir. Müəyyən şəraitsizlik səbəbindən də sizdən hər birinizdən üzr istəyirəm ki, belə bir çətin vaxtında sizi çətin şəraitdə keçirməyə məcbur olduq. Mən ilk olaraq sözü Oqtay Rizəyə vermək istəyirəm. Oqtay müəllim həm Azərbaycanın tanınmış gözəl şairidir, alimidir və Şamil müəllimin də çox yaxın dostu olub. Buyurun Oqtay müəllim. Möhtərəm şairlər, müəllimlər, əziz Kəlbəcərlilər, hamımız müqəddəs bir mərasimlə bağlı toplaşmışıq. İnsan həyatının iki mərhələsi var. Bir, fiziki baxımdan dünyadan köçüb gedənəcən ömür sürmək. Bunun əvvəli də var, sonu da. Bir də torpağa qarışandan, torpağa tapşırılandan sonra başlanan həyat. Şamil Əsgər Dəlidağın həyatının ikinci mərhələsi neçə ildir ki başlanıb, davam edir. Hələ bu əsrin axırına, gələn əsrin əvvəllərinə gedib çıxacaq. Mən alqışlayıram Şamil müəllimin xatirəsini yad etmək üçün bu tədbiri təşkil eləyənləri. Vaxtı çox almadan ən zərif, incə simlərə, necə deyərlər, mizrabı toxundurum. Mən hələlik mənfur yağların tapdağı altında qalan gözəl Kəlbəcərimizi axırıncı dəfə 1972-ci ildə görmüşəm. Bu şairlərin, bu insanların mən hər birinə Kəlbəcərdə bir daha olmağı arzulayıram. Hətta baxmayaraq ağırlığımın bu çağında nisbinli səsən şirdiyəm ki, deyəsən mən yenə də Kəlbəcəri görəcəm. Bu şərtlə ki, bizim gücümüz, qüvvəmiz, birliyimiz öz sözünü əmələ çevirəcək və bir rüvayədə deyildiyi kimi, nə üçün ən güclü 3-4 ölkənin başında duranlar düz adam deyil. Əgər bu iri xaç dövlətlərinin hökümdarları vicdan sahibləri olsaydılar, Azərbaycanımızın daxilində bir ərazini ayırasan, deyəsən ki, bu dövlət olmaq istəyir. Hələ Hayıstanla Azərbaycan arasında 100 kilometrli bir zolaq, özdə Kəlbəcər kimi bizim möhtəşəm bir məskənimiz ola-ola, ağa qara, göyə qırmızı deyəsə, dünyanın ən ədalətsiz çağındayıq. Əziz iştirakçılar və əziz iştirak eləməyənlər, nisbinliyə, ümidə, səyə, mübarizəyə çox diqqət edirək. Mən 1970-ci ildə də Kəlbəcərdə olanda, indi müəllimi olduğum Pedaqoji Universitetinin keçmiş APİ-nin tələbələri ilə orada o gözəllik məkanında təcrübə keçirdim. İsti su, taxta yaylar, Lök qalası, daha nələr, hamısı mənim gözümün qabağındadır. Şamil müəllim o vaxt
Mehmet Aslan'la da mənə tanış elədi. Biz birinci növbədə Şamil müəllimlə görüşdük. Çünki o Kəlbəcər Maarif'nin yaxud təhsil şöbəsinin müdürü idi. Tələbələrlə Şamil müəllimin görüşünü keçirdim. Sonra bilirdi ki, mən də müəllifəm, imzam ona çoxdan tanış idi. Dedi, gəlməyinlə bağlı mütləq gərək burada bir ədəbi axşam keçirək. Və gözəl bir ədəbi gecə təşkillədi. Hətta orada mənə belə deyirlər ki, Kəlbəcər poeziya demək ocağıdır, şeiriyyət diyarıdır. Hətta bir müəllim deyir ki, poçtalyon da evlərə məktubu şeir deyə aparır. Və mən indi burada tək adam taparam ki, poeziyadan, yazıb yaratmaqdan uzaqdır. Bu da duyğularla bağlıdır. Bu təbiətin verdiyi o ülvi hisslərlə əlaqədardır. Vətəndaşlıqla bu ölçülür. Şamil müəllim onda bir rəssamlığını da işə saldı. Mən portretimi çəkdi. Sonra 20 gün ki orada biz qaldıq tələbələr, onu muzeyi gözümün qabağındadır. Muzeyində mənim də portretimi sərgiyə qoymuşdu. Özüm öz şəklimə baxırdım. Müəllifi unudulmaz Şamil müəllim idi. Bir gün məni o evinə qonaq çağırdı. Deyəsiz 10.000'ə yaxın kitab var. İlahi, oxucular hardan gəlirdilər? Tərtərdən, Gəncədən, Bakıdan, uzaq demək, uzaq yaxın bölgələrdən, rayonlardan gələn oxucular vardı. Şamil müəllimin bilirsiniz də ixtisası riyaziyyat idi. 45 ildən bəri müəllimi olduğum keçmiş apını bitirmişdi. Amma o Aristotel demişkən riyaziyyatın poetikası Şamil müəllim təpədən dırnağa qədər şair idi. Çocuğluğundan tutmuş ömrünün son anlarına qədər o şeir carçısı, şeir yaratıcısı idi. Onun bir insani keyfiyyətlərindən birini də deyim ki, elə bir bayram olmaz ki, mənə açıqca göndərməsin. Yəni, Rus demişkən atkritka, gah Novruzda, gah oktyabr bayramında, gah təzə ildə. Mütləq qabaqcadan köklənirdim ki, indi poçtalyon gələcək ki, sizə təbrik gəlib, Kəlbəcərdən göndərirdi. İllər keçdi, Şamil müəllimə böhtan atanlar oldu, onun xətrini min adam istəyirdi, amma insan dəqiq yaşayanda, vicdanlı ömür sürəndə mütləq onun istəməyənlər də olur. Düzdür, istəyənlər çox sayılıdır, istəməyənlər bir-iki nəfərdir. İş belə gətirdi ki, ləkə qara ölçünü görəndə Şamil müəllim Salyanla Bakı arasındakı zindana düşmüşdü. Mən getdim onu orada gördüm, icazə aldım o yiyəsindən, oranın böyüyündən icazə aldım. Hönkür ağladıq, qucaqlaşdıq, öpüşdük və 2 aydan sonra Şamil müəllim azadlığa buraxıldı. Onun bir dostu da vardı, Firudin Şimşək. O hətta gedib müəyyən dairələrlə razılaşmış Şamil müəllimi filarmoniyaya ədəbi axşama gətirmişdi. Baxmayaraq hələ onu vəhşilər, murdarlar hələ tamam azad eləməmişdilər. Mən Şamil müəllimin dəfn günlərində gözlərimdən yaş axıb, onun mərasiminin neçə gününün 40'ına qədər, ilinə qədər iştirak eləmişəm. Onun doğma diyarından olan mütəfəkkirlərə aid tədbirlərdə olmuşam. Elə bu yaxında mətbuat mərkəzində Dədə Şəmşirin yubileyində söz demişəm. Və yaxud Şamil müəllimin əziz qohumlarından biri olan gənc, alim, pedaqoq, amma gözəl şair Ələmdar Cabbarlının dissertasiya müdafiəsində iştirakım olub. Hələ onun Pedaqoji Universitetimizdə müzakirəsində mən söz demişəm. Nizamin üstündə də gəlmişəm onun. Bilirsiniz nə? Səmədunundan onlarla demək, elmi iş yazılıb, dissertasiyalar müdafiə olunub. Amma Ələmdar bu mövzu bolluğunun içində elə latin demişəm, aktual bir mövzu üzərində işləmişdi. Belə bir müdafiənin təsdiqi gərək bu günlərəcən gəlməlidir. Ləngiyirsə eybi yoxdur. Mütləq o gəlib qapını döyəcək ki, Ələmdar müəllim,
gelmişəm, sen filologiya üzrə fəlsəfə doktorsan, amma yubanma, Səməd Vurğun demişəm, mən dayandım, sen dayanma. Dədə Şamşır'ın dostu Səməd Vurğun demişəm, məndən sen keş doktorluğu da yaz, ama öz poeziyanla uzak olma. İcazə verin, bir daha Şamil Dəlidağ'ın parlak hatırası karşısında döne baş əyim ve onun o Kəlbəcərdə 42 yıl bundan evvel keçirdiği şeir akşamı vardı. O vaxt Qayalar adlı misralar oxudum. Əvvəlcə Şamil müəllimə oxudum. Dedi ki, bunu mütləq ədəbi gezidə gərək oxuyasan. Gün oyun olsun. Şamil müəllimin yubileyini Kəlbəcərdə keçirək. Sözümü o ve onun təklifi ilə yazdığım sətirlərlə tamamlayıram. Gah sağa, gah sola burulur ter. Her iki sahili diş qayalar. Qədim qalaların bürcünə bənzər. Kılınclı, nizəli, şiş qayalar. Əsrlər arxada, əsrlər öndə. Gizlənib təməli yerin təkində. Sel su qəzəblənib hücum çəkəndə. Köksünü qabağa vermiş qayalar. Yaxın həmdəmidir dağın küləyi. Alıb ağışına ürkək kəliyi, alıb ağışına ürkək əliyi, gözəllik naminə keşikçiliyi, eylib özünə verdiş qayalar. Döşündə gül gördüm, başında şimşək, rəssam gəl birlikdə şəklimizi çək, bəlkə cəngavərlər daş olana dək, bir zaman sərkərdəymiş qayalar. Elə bu Şamil əskərin özünə də aiddir. Bir zaman sərkərdəymiş. Qayalar, güneş aşıqıdır. Göz çəkməz aydan, sədası yaranır haraydan haydan. Kəkliyə yuvadır, kartala meydan. Tunç qonur, kızılı, gümüş qayalar. Vurşanıb belinə kəməri gəz. Tən yarı bölünər, amma əyilməz. Niyə danışmıyor? Lal dayanıb bəs. Bəlkə son sözünü demiş qayalar. Elə bu misrada Şamil Əskər Dəlidağa aiddir. Sağ olun. Şamil müəllimin son dövrlərdə ömrünün ahıl çağında yazdığı bir sıra əsərləri sözün həqiqi mənasında bir akademiyanın görə biləcəyi bir şeydir. Mən Şamil müəllim haqqında bir məqala yazırdım. Şamil Əskər yaradıcılığında İçinaz. Ve o zaman doğrudan heyrətləndim. Niye heyrətlənirdim? Azərbaycan ədəbiyyatında 6-7 mənanı ifadə edən İçinaz vardı. Şamil Əskərin yaradıcılığına baxanda bunların sayı yüzü keçir. Doğrudan möhtəşəm işlər idi, doğrudan çox böyük işlər idi. Həm Azərbaycan poeziyasına gətirdiyi bir çox yeniliklər, törəmə janrının Azərbaycan ədəbiyyatına ilkin olaraq Şamil müəllimin gətirilməsi və bunun artıq yavaş-yavaş inkişaf etməsi, sözdən törənən şeirlərin olması Şamil müəllimin təkrar olunmaz bir şair olduğunu göstərirdi. Şamil müəllim gözəl bir muzey işçisiydi. Belə deyərdim ki, dünyanın ən möhtəşəm muzeylərindən birini yaradardım etnografiya sahəsində və orada xalqımızın minillik dəyərləri yaşayırdı. Çox təəssüflər olsun ki, Kəlbəcərin işğalı ilə bərabər biz o muzeyi də itirdik. Həmçinin Şamil Əskərin şeirlərini kifayət qədər Azərbaycanda müxtəlif ifaçıların nitqində eşitdik və indi istərdim ki, Ağalar Bayramovun ifasında əməkdar artistimiz Şamil müəllimin bir iki şeirinə dinləyək. İncitmişəm, bəlkə məndən bezmişəm, sal qayasan, həm də çiçəkdən incə, göz ürəyim, göz dağlara dönürsə, işləmişəm, əməl etdim bölgünə, günahkaram, qalmamışam beynimə, yalvarıram, həmdənim ölsən yenə, Nurdaldan Kəlbəcərə inincə,
Gece gündüz destim olur gözüme. Ölsem ağlamasın derdime hiç kes. Hadsiz ağlamışam özüme. Bu arada sözümüzə yanlarına verməsədir. Buyurmuşsa. Bir şey sevinirəm ki, Şamil müəllimin yaxınları oldu ya olmadı. Harada olsa mən Şamil müəllim haqqında fikrimi demişəm. Bəlkə də Şamil müəllimin yaxınları mənə qədər onun təbiətinə bələd deyil. Şamil müəllim şair kimi, ensiklopedi təfəkkürə malik bir insan kimi, həm də gözəl insanım. Şamil müəllim bədəncə nə qədər köbud olsa da ürəkcə bir o qədər o çiçəkdən, o güldən də zərif bir insanım. Şamil müəllim təbiətində xəyanət, baxıllıq yox idi. O təfəkkür, o səviyyə, o insanlıq hər adama qismət olan xoşbəxtlik deyil. Şamil müəllimin, Oqtay müəllim də bayaq deyirlər Kəlbəcərdə şair çoxdur, mən bir dil müəllimi kimi ona inanmıram. Kəlbəcərdə 5 dənə dahi sənətkar olur. 5-i də dünyasını dəyişir. Onu biri də Şamil Əsgərovdur. Sonra yazanlar sonra onların bəlkə də 20-30%-ine hələ çata bilməyib, çata biləcəksə heç mənim də ağlım kəsmir çatalar. Şamil müəllimdəki ifadələr, Şamil müəllimdəki o insaniyyətlik, bayaq mən yolda da demişəm. Mən inana bilmirəm ki, paxıl bir ürəkdən, xəyanətkar bir ürəkdən təmiz söz çıxardırsın. Həmişə o təbiətən təmiz insanlar, qəlbdən təmiz insanlar təmiz söz danışar. Şamil müəllimin heç bir yaradıcı insana qarşı təbiətində paxıllıq, xəyanət yox idi. Şamil müəllimin ürəyi təmiz idi. O, bayaq dedim, ensiklopedi təfəkkürə malik bir insan idi. Sonra biz bu Sovetlər vaxt dəyişindən sonra biz Kəlbəcərdə bilmirdik. Bir-birə qız verirdik, qız alırdıq, Kürt nədir, Türk nədir. Gələn sonra biz elədilər Yerazlı, Talış, nə bilim, nə, Kürt. Amma Şamil müəllim orada da elə dayandı. Şamil müəllim, bunu 75 ilində də bu söhbət olub. Şamil müəllim Kürt xalqı ilə Azərbaycan xalqının arasında monolit bir körpü oldu. Şamil müəllim belə bir insan idi. O uşaqla uşaq, böyüylə böyük. Hər adamın işi deyil ki, laf balaca uşağın o səviyyəsinə yesin. Şamil müəllimdə elə bir xarakter var ki, o qanan adamın qarşısında laf diz çökməyə hazır bir insan. Şamil müəllim 75 illik bir mənim yadımdadır. Baba Mahmudoğlu Şamil müəllimdən bir şeirdə o şeir bəlkə də mənim tamam biliyimə qədər məni silkələdi. Məhəbbət bir şeir yadımda deyil. Mən ömrümdə heç kimə şeir yazmamışım. Və Şamil müəllim qədər də bu deyirəm, həmişə də demişəm, heç bir yazara qarşı böyük hörmətim olmuyor. İnsaniyyətliyinə qarşı böyük hörmətim olmuyor. Orada alimlərə, akademilərə söz verildi. Bizə bu qələm əhəllərində söz az verildi. Bana söz veriləndə dedim ki, Ələsgəri bir sözü var, alim görsə gedib saz alar, güllü. Siz Şamil müəllimin akademik olmağından, belə təsəvvürə, belə təfəkkürə malik olma adamından başqa bunu şair tərəfinə az qiymət verir və şairlər əyləşir. Söz verir, ömrümdə heç kimə şeir yazmamışam. O gözəllərə, göyçəklərə şeir yazma bahir şeydir. Amma o kişi şairlərin heç bir də Şamil müəllimdən başqa şeirim olmayıb və həmin şeirdə orada özünə, rəhmətliyin özünə demişəm. Bizim dağın ətəyidir qaralan, gözüm məndən gileylidir, gileyli. Yurt yerində kül içində qaralan, gözüm məndən gileylidir, gileyli. Bir sifətdə neçə sifət görükdü, bəd əməllər göz önündə göktü ki, o qədər pis üzlər üzüm gördü ki, üzüm məndən gileylidir, gileyli. Kəsilibdi ya bərəsi, ya bəndi, qayıtmadı, durnalar o gedəndi. Baxışlarım dağlara can güdəndi, düzüm məndən gileylidir, gileyli. Qələmin də yoxsa meyli qanadı, sözü yazdım, ah kağız da qanadı. Oxudum ki, qırılıbdı qanadı, sözüm məndən gileylidir, gileyli. Yaradandı bir səyyafdan göz əyən, nə ürəkdə, könüldə nə gözləyən, qayaların sinəsində gözləyən,
bizim məndən diləklidir, diləkli. Allah Şamil müəllimə rəhmət eləsin. İnsan var ki, ölənə qədər yaşayır. Amma insan da var ki, tarix durduqca tarix şəxsiyyət kimi yaşayacaq və Şamil müəllim də tarix şəxsiyyət kimi yaşayacaq. Mən o ruhu qarşısında baş əyərəm. Sağ olun. Şamil haqqında müxtəlif qələm adamlarının, yazıçıların, xalq şairlərinin söylədiyi fikirləri sizin Qulu Xəlilli, bu dağların dilini, torpağın hər qarış yerini dərindən bilən və övlad məhəbbəti ilə sevən, tanıyan karlı kişilər var. Bütün Kəlbəcərdə qeyrətli, hünərli, ağıllı, vətənpərvərliyi ilə fərqlənən Şamil Əsgərov belə kişilərdəndir. Şamil alim, yazıcı alim, Şamil düz sözündür. Sən qeyrətli bir şəxsiyyətsən. Sənin mərdanəliyinə, təbiət ruhunluğuna, dünya görüşünə, zəkana, qurğunluğunu heç vaxt gizlətməmişəm. İlyas Tapdıq, şair, Şamil Dəldağ maarifçi, ədəbiyyatçı, riyaziyyatçı, dil tədqiqatçısı, folklorcu, tərcüməçi kimi tanınan, çalışan, səmimi bir vətənpərvər insandır. Şöhrət Tahir, xalq şairi, Şamil Əsgərin poeziyasına çox yaxşı bələdəm. O Kəlbəcər dağlarının çiçəklərinin ətrini verir. Bu poeziya çox milli kolorita bağlıdır. Həddindən çox millidir və Şamilin ürəyini o qızıl damarlarındakı qanı ilə yazılan şeirləridir. Şamilin poeziyasında səmimiyyət həddindən artıq güclüdür. Azərbaycan poeziyasında səmimiyyət və sənətkarlıq birləşməsə də Şamil dəri dağındirikası yaranır. Baba Mahmudoğlu, xalq artisti. Bizim çox qəribə mənəviyyat strukturumuz var. Şamil müəllim əgər Avropa ölkəsinin şuur və mənəviyyat müstəvisində dayanan bir xalqın oğlu olsaydı, ona sağlığında böyük bir heykəl uzaldardılar. Nə yaxşı ki, yaxşılar var. Əlifzət Ağlarov, jurnalist. Şamil müəllimin fəaliyyəti rayonun təhsil sisteminin inkişafında müstəsna rol oynadı. Əsl vətəndaşlıq yanlısı ilə rayonun inkişaf etdirilməsi, əhalinin firavan yaşaması üçün əlindən gələni əsirgəmədi. Bugün gözəl qələm sahibi olan bir xanım da bizim aramızdadır. Fərqanə xanım Mediyeva, prezident mükafatçısıdır. Fərqanə xanım Ulduz jurnalının Fərizə şöbəsinin redaktorudur. Şairi doğrudan da bir sözü yaşadır, qələmi yaşadır, kitabı yaşadır və ölümündən sonra da onsuz onun ölümünə biz inanmırıq. O bu qədər belə yaşayırsa, onun ölümünə biz inanmırıq. Yenə də sağ olsunlar ki, ölümündən sonra da ona belə xatirə gecələri keçirilir, o anılır. Demək olar ki, dünya durduqca Şamil müəllim hamının qəlbində yaşayacaq. Rəhmətliyi mən də şəxsən tanıyırdım, tədbirlərində iştirak edirdim, ondan bir ata qayğısı görmüşdüm. Çünki mən 18 yaşımda Kəlbəcər şairləri ilə uzun müddət değişmələrim olmuşdu. Elə Şamil müəllim də o şairlərin içində idi. Mən məktub yazırdım. Onda mən Kəlbəcərin sadəcə adını eşitmişdim, Kəlbəcəri görməmişdim. Və çox təəssüf eləyirəm ki, yəni mən o dağlara gedə bilmədim. Mən inanıram ki, Kəlbəcər çox yox elə yaxın günlərdə alınacaq və sizin üzünüzə baxanda mən İnanın mənə, bütün qələm adamları belə düşünür, mən xəcalət çəkirəm. Elə bilirəm ki, elə Kəlbəcərin günah alınmasında bizim də günahımız var. Çünki qələm silahdan güclüdür. Bax, ona görə də biz inanırıq ki, elə o qələm silahdan əvvəl o qələm o Kəlbəcəri alacaq. Şamil müəllim kimi sənətkarların qələmi, onun irsini davam etdirən Mirsayaf müəllim kimi, bax bu gənclər yetişir istedadlı, Ələmdar kimi, Elməddin kimi, çox sayaram bunu, Nofəl kimi, çox sayaram bu adları. Yəni inanıram ki, Kəlbəcər yağı əlində qalmayacaq. Heç vaxt 8 martda da atamdan da incə olmuşam, qardaşımdan da, üzr istəyirəm, həyat yoldaşımdan da bir dəstə o çiçəyi də almamışam ki, mənim yaşıdım qız nə qədər əsirdirsə, mən heç vaxt ürəkdən sevinə bilmirəm, gülə bilmirəm. Mən bir şeir oxumaq istəyirəm, vaxtınızı çox almaq istəmirəm. Təbi Kürarazdan daşqın şairlər, taleyi həsrətdən uçqun şairlər, yığılın başıma qaşqın şairlər, bir qaşqın şeir oxuyacağam. Bir bilək oynanan qumarın sirrin, üstü örtbastırın, mamırın sirrin, sətirlər deyəcək çadırın sirrin, bir qaşqın şeir oxuyacağam. Sıxılıb həyatın məngənəsində, dilənçi payının təntənəsində,
Səyyarı Yardımlar məntəqəsində bir qaçqın şeiri oxuyacağam. Ana fəryadından ayılan uşaq, nənnisi tərsinə qoyulan uşaq, vətəni çadırlar sayılan uşaq bir qaçqın şeiri oxuyacağam. Zamanın ələyə eləmir dərdi, olan ehtiyacın ödəmir dərdi, içində illərin ələmi, dərdi bir qaçqın şeiri oxuyacağam. Könlümə verdiyi əmri tükənmiş, bəxtinə yazılan ömrü tükənmiş, ümidi qırılmış, səbri tükənmiş bir qaçqın şeiri oxuyacağam. Olub sarayımız qarğı daxallar, ah nalə yaradıb qarğıda xallar, xalı tutmayana qarğadı xallar bir qaçqın şeiri oxuyacağam. Kim zülm eləyib millətə gəlin, bu dərdi dərdləşə heyrətə gəlin, biraz Şamil müəllim, biraz Kəlbəcər dərdin dərdləşək gəlin. Bir qaçqın şeiri oxuyacağam. Bir qaçqın şeiri oxuyacağam. Şamil müəllim mən bircə kəlmə deyirəm. Şamil müəllim necə ki Azərbaycanı Bülbüllə, ondan sonra Rəşid Behbudovla tanıyırlar. Kəlbəcəri də çox yerdə Şamil müəllimlə tanıyır. Mən Şamil müəllimə bundan mən belə bilirəm. Şamil müəllimi belə bilirəm və eyni zamanda Şamil müəllim şeirləri, nə deyim, fəlsəfədir də başdan ayağa. Bax, gözəllik haqqında onun bir kuplet şeirinin bir kupletini deyim. Deyir ki, sitəminlə ay yazıldı sinəmdəki yar yanına. Dilimdən sız qopdu, düşdü etibar yanına. Valla belə şairə mən siz qiymət verirsiniz, bilirsiniz. Ümumiyyətcə Şamil müəllim haqqında çox xatirə danışaram. Şamil müəllim ümumiyyətcə nə deyim? Mən o öləndə nə qədər elədilər, mən orada məzarın başında çıxış edə bilmədim. Dedim, bircə cümlə dedim ki, onu bir dəfə o günlərdə dedim bu sözü. Dedim ki, Nizami öləndə Xaqani deyib ki, mən istərdim ki, mən ölüm, Nizami mənə mərsiyə yazsın. Əfsus ki, Nizami öldü, mən ona mərsiyə yazası oldum. Mən özüm haqqında deyirəm, mən istəyərdim ki, mən öləm, Şamil mənim məzarımın başında çıxış edir. Bax, Şamil haqqında mən bunu deyirəm. Allah rəhmət eləsin Şamil müəllimə. Şamil müəllim haqqında çox danışmaq olur. Talehin qismətidir. Bir gün gəlirik və bir gün də gedirik. Amma xoşbaxt o insanlardır ki, daim qəlblərdə yaşayır və Şamil müəllim də daim qəlbimizdə yaşayacaq və daim onu xatırlayacaq və bizdən sonra da xatırlanacaq. Arz edərdim ki, hər birimiz Şamil müəllim kim olmasa da bu dünyada bir iz qoyub gedək. Yaqub müəllim o izlərdən də birincisi qoymuşsunuz ki, bu qədər ziyalının yetişməsində böyük xidmətləriniz var. Məktəbimizin 5-ci sinif şagirdlərindən söz vermək istəyirəm. Onlar Şamil müəllimin şeirlərini səsləndirəcəklər. Qəlbin sağ olsun, gözəl anacan, bacarsan da qol yoxsuna acan, iştahın olmasın haram savaşda, evdən qazandığın hörmətə güvən, görsən qarasın da, günün ağında, çalış bara bənzə elin balında, xalqın dar günündə, çətin çağında, cəsarətə güvən, cürətə güvən, lazımsa can da qıy ana vətənə, xalqına xidmət olsun sənə ənənə, ciddi tapşırıram dönə, etibara güvən, qeyrətə güvən, Şamiləm, keçmişəm, alovdan, otdan, heç nə gözəl deyil, bir gün təmiz atdan, bir anda çıxarma Allahı yaddan, sən onun verdiyi qismətə güvən, çəkər, gözəl, üstündəki o gözəlliyə, baxsa gül çiçək də xəcalət çəkər, və sonda de görüm bu yazıq canım, mən sənə baxanda nə halət çəkər, qamətim dastandır dildə, ağızda, görsə səni şirin o pəri qızda, gözəllər hesab olan kağızda, öz adı üstümdən qara xət çəkər, həsrətim çoxunu eylədi xəstə, hər rəssamam deyən düşsə də qəstə, gözəl, camalını ağ kağız üstə, Rafaeldə olan məharət çəkər, səni görsə belə dayanar qoca, hüsnündən utanıb ay çıxar gecə, günəş də bilməz ki, gizlənsin necə, buluddan üzümə o bir səs çəkər. Mən sənə dünyaya yetirdim nəzər, tay tapa
bilmədim Azərbaycanım. Arazına bənzər, külünə bənzər. Tay tapa bilmədim Azərbaycanım. Səninlə fəxr edir bütün el oba. Yazsam sərvətlərim sığmaz kitaba. İstədim toplayıb alam hesaba. Say tapa bilmədim Azərbaycanım. Sonu var ömrümüz olsa da ləziz. Şamiləm qoynunda bəs nə qoyum iz. Qurbanın olmağa canımdan əziz. Tay tapa bilmədim Azərbaycanım. Şahin müəllimi çox yaxından tanıyan bir insan kimi Şahin müəllimlə bağlı xatirələrini xatirləyib danışdım. Şamil müəllim o qədər Azərbaycanda Kəlbəcərdə iş görür ki, biz onun nə qədər danışsaq, illər boyu danışsaq, onun bir hissəsini danışa bilərik, qalan hissəsini danışa bilmərik. Şamil Əsgərov təkcə müzeyidə çəkdiyi əziyyətin bir hissəsi mənim yanımda olub, bir neçə günü. Bizim ərazidə karyer açılmışdı, o karyeri də Şamil müəllim açdırmışdı, üstünü açdırmışdı, karyer nəzərdə tutmuşdu ki, orada karyer açılsın. Bir gün gəldi bizə, dedi ki, sən kömək elə, orada muzey üçün daş çıxartmağa. Dedim, Şahin müəllim, baş üstə. Nəysə, 2 gün getdik orada, özüm də adam yığdım, fəhlə yığdım. 2 gün o Şamil müəllim orada nə işlədirsə, o mənim gözümün qabağındadır bu saatda. Heç kəs o işi görməz. Nə xalq üçün heç kəs o işi görməz, nə öz balası üçün. Elə bilginən ki, o daşı özünə ev tikmək üçün çıxardırdı. O daşları sal-sal çıxartdıq, yendidik aşağı, yolsuz yerdir də, çətin çəkilmiş yoldur. Daşı doğratdırdıq, 2 gün o daşı daşıtdırdı rayona. Cibindən pul verdi, cibindən xərc çəkdi. Şamil Əsgərov, bayaq dediyiniz kimi, təkcə özü üçün yox, Kəlbəcər xalqı üçün yaşayıb, Kəlbəcər xalqı üçün eləyib. Bütün gördüyü işlərin hamısı el üçün görüb. Dediyi şeyləri də el üçün deyib. Şahin müəllim yazır ki, yıxılanda palıt kimi də yerə, özdə tutulan vaxtı yazır. Dizlərini bükə-bükə yıxılma. Elə dək ki, oxvay desin, dağ, dərə, ürəyini sökə-sökə yıxılma. Ömür 2 deyil edəsən səhvi. Əl şirkidi güdmə qazancı nəfi. Dünyanın malına satma şərəfi. Ürəyini sökə-sökə yıxılma. Dağa bel bağlama, vulkan uçurar. Verməz bir dəqiqə aman uçurar. Qalaya güvənmə, zaman uçurar. Arxanı ellərə sökə, yıxılma. Şamil müəllim həmişə ellə olub, ellə oturub, ellə durub. Bəhmən də yazır ki, Bəhmən qocalardı, əldən düşərdi, el başına dolandığım qoymadı. El Şamil müəllimin həmişə dalında durub, amma Şamil də elin öz oğlu, öz elə bil əzizi olub. Şamil müəllimə Allahdan rəhmət diləyək, bu tədbiri keçirənlərə də uzun ömür, can sağlığı arzulayıram. Çox sağ olun, minnətdarım. Mən belə düşünürəm ki, məhz Müzəffər müəllimin təsiri ilə Ələndar Cabbarlı da, Elnur Bayram da, Nufər Ədalət də, Arif də və adlarını unutduğum digər dostlarımız da məhz Müzəffər müəllimin təsiri ilə poeziyaya, ədəbiyyata gəlir. Təsadüf ola bilməzdir ki, bir müəllimin şagirdlərinin 4-ü, 5-i yazsın və əksəriyyətinin də Respublikanın nüfuzlu mətbu orqanlarında şeirləri çıxsın, kitabları nəşr olunsun. Müzəffər müəllim, öncədən sizə dərin təşəkkürümü bildirəm. Şamil müəllim haqqında başlayanda belə deyim ki, Şamil müəllimin özünün bir məşhur poemasından, Şəhriyar Sayağı dediyi poemadan bir parça deyir. Tək bacalı qaradamda olardıq, ortalıqda od ocağı qalardıq. 4-5'imiz bir yorğana durardıq. Həqiləşib yorulmuşuq, yatmışıq, belə-belə bu yavaşa çatmışıq. İndi mənim ünvanıma xoş söz dedin Afəl, çox sağ olsun. Hansı birimiz nəysə, biri yaxşı bir iş görmək istəyiriksə, həmişə Şamil müəllimi gözümüzün qabağında nümunə görmüşük. Şamil müəllim şair idi. Bayaq Mirsəyyah müəllim dedi, Kəlbəcərdə 5 yaxşı yazandan biri idi. Şamil müəllim gözəl müəllim idi. Kəlbəcərdə 2 riyaziyyat müəllimi vardı. Biri Qara Bəhmən, biri Şamil müəllim. Bütün orada öyrənənləri onlar öyrətmişdi. Amma Şamil müəllim Əhməd Xanidən tərcümə eləyən yeganə Azərbaycanlı idi. Şamil müəllim Ciyərxundan müdafiə eləyən,
dissertasiya yazan yeganə Azərbaycanlı idi. Şəmil müəllim Bakıxanovdan, Axundovdan, Nəriman Nərimanovdan başlayan maarifçilik hərəkatının ən gözəl incilərindən biri olan yeganə Kəlbəcərli idi ki, Kəlbəcərdə qoyunun qabağında kərənti ilə ot biçən adamları tutub gətirib təhsil verirdi Şəmil müəllim. Şəmil müəllimin bu tərəfində danışmaq lazımdır. Şəmil müəllim gözəl alim idi. O riyaziyyatçı olsa da filoloq alimdir, ədəbiyyatşünasdır. Həm də gözəl bir dilçidir. Bayaq mən göstərdim o kitabı, biraz geç tapdım. Şəmil müəllim Azərbaycan dilinin frazeologiya lüğətini yazıb. Oktay müəllim, düşünəndə ki, 1977-ci ildə bir dəfə Azərbaycan dilinin orfoqrafiya lüğətini Əziz Əfəndizadə işləyib, bir də 2004-də Ağamsa Axundov. Heç hələ orfoqrafiya lüğəti də hazırlanmayıb Azərbaycanda. Amma Azərbaycan dilində frazeologiya lüğətini Şəmil müəllim hazırlayıb. Hələ görünür bizim dilçilərimiz onun dəyərini bilmir ki, bəli, onun dəyərini bilmir ki, müəyyənləşdirsin. Bizim dərsliklərdə, nəzəri kitablarda uzaq başı 20-30 frazeoloji birləşmədən söhbət gedir. Amma Şəmil müəllimin bir kitab mənzum frazeoloji lüğəti var. Və bütün cavanları, bütün ziyalıları Şəmil müəllim kimi adamlardan nümunə götürməyə çağırıram. Sağ olun. Bugün Şamil müəllim ədəb birisinin davamçısı, Müzəffər müəllimin şagirdi, Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, bizim Söz qəzetinin baş redaktoru Ələmdar Cabbarlı aramızdadır. Ələmdar Cabbarlı poeziyasını haqqında kifayət qədər qələm adamları da söz deyib və Şamil müəllimin Ələmdarın bir kitabının təqdimatında dediyi bir fikrin lentiyasına baxdı və çox maraqlı bir məqamları vurğulamışdı ki, Ələmdar Cabbarlının xalq dilində yazır, tam tərəfindən anlaşılır, başa düşür. Bu da məhz Şamil müəllimi ədəb birisini dərindən bələd olduğundan mən dəyərliyim ki, irəli gəlirdi. Buyurun, Ələmdar müəllim. Şamil müəllimin ailə üzvü kimi minnətdarlığımı bildirirəm. Və havanın soyuq olmasına baxmayaraq, o da maraqlıdır ki, may ayında belə bir hava oldu. Bu da mənə gəlir ki, dünyada təsadüf yoxdur, bu da Allahın bir lütfu oldu. Kəlbəcər havasına oxşayan bir şey oldu. Siz buraya yığışmışsınız. Bu belə də olmaydı, çünki Şamil müəllim ancaq dost qazanıbdı özünə. Böyük vəzifələrdə də olub, var, pul qazanmayıb, dost qazanıb və bir şeirində də deyir ki, Şamil uca olsun başın, var yığmaqla yoxdur işin. Sərvətindir, dost tanışın, o qədərdir saymaq olmaz. Doğrudan da Şamil müəllimin qazandığı dostlarıdır. Bugün yenə də mən şəxsən özüm deyirəm, Şamil müəllim dünyasını dəyişsə də Şamil müəllimin adı ilə mən çox qapılar açmışam və çox qapılar açıram. Yəni bu da hər adama nəsib deyil. Yəni sağ adamlar var ki, sənin bir işini zəng eləyib tapşırır, gedirsən qəbul eləmirlər. Amma Şamil müəllim adı ilə mən yenə təkrar edirəm ki, çox qapılar bugün açmaq olur. Və hesab edirəm ki, Şamil müəllimin ruhu bugün buradadır. Ruh barədə danışmaq biraz çətindir. Çünki Quran-ı Kərimdə Allah buyurur ki, Peyğəmbərə deyir ki, səndən ruh haqqında soruşarlar. Deyirəm ki, Tanrı mənə bu barədə öyrətməyib. Yəni, Peyğəmbərə öyrətməyibsə, biz bunu bilmərik. Amma hər halda güman edilir ki, Şamil müəllimin ruhu Kəlbəcər səmasındadır. Və Oktay Rızanın da belə bir şeiri var idi. Deyir ki, təzadlı gün də var, təzadlı an da. Zamansız, məkansız qurulub çadır. Məzarı Əhmədli zeytunluğunda, ruhusa Kəlbəcər səmasındadır. Və mən amma elə bilirəm ki, Şamil müəllimin ruhu bugün bir neçə saatlıq o Kəlbəcər səmasından gəlib bizim başımızın üzərindədir. Eləcə də Kəlbəcərin, Laçının, Zəngəzur ellərinin o mərd oğulları, Süleyman Rəhimovun, Əli Vəliyevin, Hüseyin Kürdoğlunun, Ağa Laçınlının, Eldar Baxşın, Ənvər Rızanın, Aşıq Şəmşirin, Sücayəddin Bəhmənin ruhu da bugün bizim yanımızdadır. Şamil müəllimin dostları Xudu Məmmədovun, Firudun Şimşəyin, Zeynal Məmmədovun, Xəlil Rızanın ruhları da mənə gəlib bugün bizim bu tədbirimizə şahidlik eləyir. Bu tədbiri təmtəraqlı biz saraylarda keçirə bilərdik, yazıçılar birində keçirə bilərdik, konferans zallarında keçirə bilərdik, buna gücümüz çatardı. Amma Şamil müəllim heç vaxt təmtərağı sevmirdi. Heç vaxt yubileyləri keçirməyi sevmirdi, sadə adam idi. Ona görə də biz istədik ki, onun tədbirini belə sadə adamlar üçün, onun öz kəndçiləri üçün eləyək və buranı təsadüfən seçmədik. Və Şamil müəllim o qədər sadə adam idi ki, bəzi adamlar gedib bir vəzifə tutandan sonra, bir adsat qazanandan sonra özlərini elə aparır ki, doğrudan elə bu cürdən dünyaya gəliblər.
Amma indi Şamil müəllimin kitabından mən sizə bir abzas oxuyacağam. Deyir ki, bəzi adamlar böyüyüb bir sənət sahibi olan öz keçmişini danır. Amma mən keçirdiyim acınacaqlı həyatımla fəxr edirəm. Azı 20 il tək bacası olan Qaradamda yaşamışam. Müharibə illərində belimdə 10.000 ot və odun şələsi daşımışam. 13 yaşımda məktəbdə xadim, odun yaran işləmişəm. Biraz sonra bir çobanla kolxozun qoyununu otarmışam. 20 yaşım olana qədər parçadan tikilən pencə, şalvar geyməmişəm. Kəndimizin dərzləri, məhərrə, mehralı tikdikləri pencə, şalvar geymişəm. 20 yaşıma qədər ancaq çarıq geymişəm. Ağdamda institutda oxuyanda deyir, piyada gedirdik. Yolda deyir, çarıq geyinirdik. İnstitutda isə qaloş. Yəni bu Şamil müəllimin böyük etirafıdır və hər adamın deyə bilməyəcəyi sözlərdir. Və Şamil müəllim sonradan vəzifələrə gedəndə də bu sadəlliyi itirmədi və Məmməd Aslan bir məqaləsində yazır ki, Kəlbəcərdə vəzifə masasını hörmətə Şamil müəllim indirdi. O deyir, vəzifəyə gələnə qədər vəzifə masasına ayrı cür baxırlar. Şamil müəllim gələndən sonra deyir, vəzifə masası hörmətə mindir. Və ona Şamil müəllim həm də vəzifədən çıxanda da özün çox elə aparırdı ki, belə də olmalıydı. Yəni o vəzifə hərsi də deyildi və o bayaq Hüseyin müəllim o yıxılma şeirini dedi. Yıxılma şeirinin Şamil müəllim özü də danışır. Onun yaranma tarixi var. Deməli, Səfəralı Babayev olur. Ona yazıb o şeir. Naxçıvanda Nazirlər Sovetinin sədrinin müavini olub. Onun da yazısında var. Onu da deməli işdən azad ediblər. Şamil müəllimi də İcra Komitəsi sədrindən. Bu deyir ki, mən gecə yata bilmirdim. Gözümə yuxu getmirdi. Mən fikirləşdim ki, yəqin Şamil müəllim də yata bilmir. Çünki bugün onu da işdən çıxardıblar. Kəlbəcərin deyir, poştuna zəng vurdum ki, Şamil müəllim evini alın, mənə verin. Deyir, nə qədər deyir ki, oyada bilmir yuxuda. Şamil müəllim daş kimi yatır. Yəni Şamil müəllim belə bir insan idi. 62-ci, 65-ci illərdə Şamil müəllim Kəlbəcərdə şəhər məktəbinin direktoru işləyir. Və həmin 3 ildə həmin məktəbi qutaran məzunların 95%-i bu statistikadır. Ali məktəblərə qəbul olunur. Bu Kəlbəcər üçün nadir və o dövrə qədər olmayan bir göstərici idi. Və sonralar Şamil müəllim Kəlbəcərin maarifini 10 il rəhbərlik elədi. Şamil müəllim maarif müdiri işləyəndə Kəlbəcərin 123 kəndindən cəmi 5 kənddə tam orta məktəb vardı. Cəmi 5 kənddə. O maarif müdiri ilə gedəndə bu məktəblərin sayı 28-ə çatmışdı. 55 kənddə isə ümumiyyətlə məktəb olmuyor. Və buna görə də o kəndlərin qızları ümumiyyətcə məktəbə getmirmiş, qonşu kəndlərdə deməli olduğuna görə. Və Şamil müəllim maarif müdirinə gedəndən sonra isə, gedən vaxtda isə ümumiyyətlə məktəb olmayan kənd yox idi. Yüzlərlə sinif otağı tikdirmişdi Şamil müəllim. Və çox maraqlıdır ki, özü maarif müdiri, amma özü gedib orada işləyirdi. Kazımov Vəli Şamil müəllimdən sonra Kəlbəcər maarif müdiri işləmiş. Kazımov Vəli deyir ki, Şamil müəllim həmin o müəccilliklərlə tikdirirdi məktəbi və deyir, özü də işləyirdi. Özü işləyirdi, bir gün deyir, ağac qıranda məftildən ağac çıxdı, onun çiyini sındı. Yəni maarif müdirinin məktəb tikintisində meşədə, məftildən deyir, ağac qırıldı, çiyini sındı və səhər də deyir, o işə gəldi. Yəni Şamil müəllim belə bir insan idi. Və həm də bu tədbir ona görə Kəlbəcərdə keçirir ki, Kəlbəcər məktəbində keçirir ki, Şamil müəllim Kəlbəcər sözü ilə sinonimdir. Yəni Kəlbəcər deyəndə Şamil müəllim başa düşülür, Şamil müəllim deyəndə Kəlbəcər. Bu sözlər sinonim sözlərdir. Və o Kəlbəcərin həmişə təsvirini çəkibdir. Və 92-ci ildə, 91-ci ildə Respublika mətbuatında o çıxışlar edir ki, Kəlbəcər gedir, Kəlbəcəri alırlar və o zamanki rəhbərlik də buna məhəl qoymadı. Və bütün bunlar gəldi, Şamil müəllimin ürəyində bir yarıya çevrildi və o bu dünyasını vaxtsız dəyişdi. 8 avqust 77-ci il gündəliyindən. Başı qaşımağa yoxdur macalım, necə olacaqdı mənim bu halım? El qədri bilənlər anlayır məni, bir iş görməyənlər danlayır məni. Daşları sökürəm, vəzifəm deyil. Məktəblər tikirəm, vəzifəm deyil. Əhək yandırıram, vəzifəm deyil. Qanmaz qandırıram, vəzifəm deyil. Stadion işi, vəzifəm deyil. Deyirəm ay kişi, vəzifəm deyil. Dağları çapıram, vəzifəm deyil. Narzan su tapıram, vəzifəm deyil. Vicdanın borcudur bunun hamısı. Bir də vadar edir elin namusu. Yəni doğrudan arxada qeyd edir ki, mən bunu elin namusu üçün eləyirəm. Şamil müəllimin adı olan yerdə əlbəttə ki, Kəlbəcər muzeyi gəlir. Kəlbəcər muzeyini Şamil müəllim deyirdi, o mənim bir övladımdır və mənə elə gəlir ki, ən yaxşı övladı və ən istədiyi övladı Şamil müəllimin, ən istədiyi övladı onun muzeyidir. O muzey haqqında çox şey danışmaq olar. Amma o muzeyin təsəvvürünü biz verə bilmərik, çünki onu görmək lazımdır. Amma mən istəyirəm Şamil müəllimin dostu və
Azərbaycanın böyük şairi Hüseyn Kürdoğlu'nun Kəlbəcər Muzeyin şeirini burada oxuyum. Kəlbəcərin muzeyi bir nağıl muzeyidir. Bütün cəh-cəlalı ilə müsibətli yer üzü, aylı, günlü, ulduzlu, kəhkəşanlı göydir. Bir nağıl muzeyidir. Miladdan o yana da, miladdan bu yana da ən qədim köhnə idi, ən yeni təzə idi, bir nağıl muzeyidir. Min illərin töhfəsi nə qədər yazı vardı, alı pişvazı vardı, ələskər sazı vardı, şəmşir avazı vardı. Vurğunun xatirəsi onun yaraşığı idi, gözünün təbəssümü sanki ay işığı idi. Qılınc, qələm, bir də saz, gərdəklər qotaz-qotaz, corablar qotaz-qotaz, xalçalar, nə xalçalar, dəli dağ çəmənzarı, elin fəxri, vüqarı, neçə növ cəhrə, daraq, neçə rəng düşcə, yumaq, babaların papağı, kotanı və çomağı, qayaların qoynunda gildən saxsı çırağı, ah nələr vardı, nələr, nə töhfələr vermişdi bu muzeyə nənələr, gün botan və gün doğan, güney və quzey idi, qarlı zirvələr ilə o da üz-üzə idi, bir nağıl muzeyidir. Onu yaradan kişi Çağdaş Prometey idi. Dağıtdı bu nağılı, qarət elədi yağı. Vətənin sinəsindən getməz bu namət dağı, Kəlbəcərin muzeyi bir nağıl muzeyidir. Dünyada hər şeydir. 70-ci illərdə Süleyman Rəhimovun, deməli Süleyman Rəhimovun 70 illiyində Şamil müəllim gəlibmiş rayondan və orada söz demək üçün növbəymiş. Ən deyir tanımış şairlərə 2 dəqiqə, 3 dəqiqə söz verdilər. 3 dəqiqə olanda deyir iclas aparan əli ilə vururdu ki, oturmaq lazımdır. Və Şamil müəllim deyir söz istədi, deyirlər ki, söz olmaz, nəsə hədiyyə gətirmişdi, hədiyyəni təqdim eləyə bilər. Amma deyir Şamil müəllim çıxış elədi və o çıxışda axırda baxla ki, 25 dəqiqə danışdı. Və heç o sədrdə əlini də döymədi, heyran qaldı. İndi mən Şamil müəllim kimi danışmadım, biraz uzun danışdım amma. Şamil müəllimə çoxlu şeirlər yazılıb, çoxlu Xəlil Rıza yazıb, Qasım Qasımzadə çox adam şeir yazıb. Və Qasım müəllimin şeiri mənə elə gəlir ki, Şamil müəllimin ən yaxşı obrazını bu şeir verib. Mən vaxtınıza alaraq o şeiri də oxuyacağam. Qasım Qasımzadənin. Fəhlə idi, əlini geri çəkdilər. İş üçün qolunu çirməhləyəndə, bənna idi, üstünə mazut atdılar, hördüyü divara həhləyəndə. Yarış qalibi idi. Elin qeyrəti ona bəxş etmişdi qartal sürəti. Gəzirdi dünyanın şanı, şöhrəti, rəqibi sürünü deməhləyəndə. Tanınmış alimdi, qəlbə inamlı, səadət məramlı, dostluq məramlı. Kitab aşıqıdır, o adlı, sanlı, tərt olar bir kimsə onu öyəndə. Bülbüldür, oxudu, bir an sustular, şirin nəvasına qulaq astılar. Xəndəkdə gizlənib daşa bastılar, gözəllik eşqinə, mahnı deyəndə. Həssas bir müdrikdir, tanıyır çoxu, qayğı sərvətidir bütün var yoxu, getməz gözlərinə sübhədək yuxu, bəzən bədxahını haqlı söyəndə. Unuda bilmir ata dağını, sökür sinəsini möhnət yığını, görmüşəm uşaq dayaqladığını, alimin xətrinə nadan deyəndə. Xeyirxah insandır, açıq, səmimi, həbs olub günahsız müqəssir kimi, körpələr naləsi tutar aləmi, müqəddəs qanunu biri əyəndə. Əymişlər qanunu salıb ayağa, haklıq etmişlər pula sadağa. Bir nankör əyyaşı verib qabağa, özləri dayanmış uzaqda gendə. Rüşvətxor milyonçu rişxənd eləmiş, düzlüyün axırı belədir demiş. Bu həbsin eşqinə məclis düzəlmiş, sənətkar qəm udub kədər yeyəndə. Şairdir, başında şimşəklər çaxmış, öhtən yağışları üstünə yağmış, sandım ki, müşfiqin qatili sağmış, tanınmır bir özgə libas geyəndə. Yox, yox, bastırmışıq köhnə dünyanı, Azərbaycan olar haqqın bəyanı, o qaymaz tökülsün şairin qanı, yurdumda arzular çiçəkləyəndə. Çox sağ olun, təşəkkür edirəm. Deməli, bizim söz qəzeti. Kəlbəcər ədəbi mühitinin təbliğindəki xidmətlərinə görə
Nofel Ədalət Şamil Dəldağ mükafatına layiq görülür. Şamil müəllim bizim üçün kimdir? Çox gözəl dediniz. Kəlbəcərliyəm deyəndə 2-3 adamın adı çəkilərdi. Filankəsi tanıyırsanmı? Və yaxud ondan bir şeirdə sənə qiymət yazın. Bu, xüsusilə 70-ci, 80-ci illərin ali məktəb həyatlarına uyğun gələn bir deyimlərdir. Bəli, biz Şamil müəllimdən fəxr edirik. Şamil müəllim qayğıkeş ata, qayğıkeş rəhbər olubdur. Şamil müəllim Kəlbəcərdə tək muzey yox. Kəlbəcəri, necə deyim, insanların da formalaşmasında, yetişməsində, təhsil almasında hər bir insanın valideyni nə əziyyət çəkirsə, Şamil müəllimdə hər bir valideyn kimi, hər bir insan qədər Şamil müəllimdə bizim üzərimizdə zəhməti, əziyyət olmuşdur. Mənim üçün, yenə deyirəm, çox xoşdur, çox da danışmaq olar. Vaxtınızı almıram. Tədris təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Şamil müəllimin ali üzvlərini burada görürəm. Bir ziyarət elədik bu günləri. Çox sağ olun, minnətdarım. Bir şey dəqiqə dedim ha. Mənim yadımda bir şey var, 93'te Ulu Önder bizi qəbul eləmiş Kəlbəcər ziyanları. Mən də iştirak elədim orada. 2 çıxış yadımdadır. Şakirtli Buğlu Hüseyin çıxışı yadımdadır. Dedi o yoldaş Heydər Əliyev, arvad özündən tərti olamazlardı çaya. Biraz da Heydər Əliyev güldü. Şamil müəllim dedi ki, mən orada dedim ki, Kəlbəcər getsə 100 il bundan sonra biz Kəlbəcəri ala bilməyəcəyik. Gəlin qoymayaq Kəlbəcər get. Bax, söz mənim yadımdadır. İndi o 100 ilin 20'si gedir. Şamil müəllim hər zaman fəxr edəcəyimiz, hər zaman bizim üçün mayaq olan bir insandır. Söz demək istəyənlər çoxdur. Ailə adından sözü Nurəddin müəllimə vermək istəyirəm. Nurəddin müəllim Şamil müəllimin qardaşıdır. İstərdik ki, o ailə adından o fikrini desin. Burada Şamilin haqqında, onun ədəbi irsi haqqında, Azərbaycan şeirinə, ədəbiyyatına gətirdiyi yeniliklər haqqında, Məncun Cünas lüğəti, Qafiyə lüğəti, bunu danışdılar, mən bu barədə danışmayacağım. Rayonda olanda da, burada olanda da, mən onun hansı gərginliyi ilə, nə cür işlədiyi ilə baxırdım, xəstə olan vaxtda da. Öz-özümə düşünürdüm ki, ilahi, bir belə gərgin iş, bir belə bu xəstə adamda enerji, bu qüvvə hardandır? Öz-özümə bunu fikirləşib tapmaq istəyirdim. Sonradan mən başa düşdüm ki, bu qüvvə bir ilahi qüvvədir. Və bu xalqına, Azərbaycanına, Kəlbəcərə, millətinə olan sevgidən yaranıb bu qüvvə. O Azərbaycanı, xalqın o qədər dərindən sevirdi ki, bütün ömrü xalqına öz bacardığı sahədə, öz xalqına və vətəninə sərf elədi. Siz bilirsiniz də, mənfur düşmənlərimiz belə bir siyasətdə belə bir şey var ki, parçala əz. Bir milləti məhv eləmək üçün, bir xalqı məhv eləmək üçün onun içinə nifaq salırlar, parçalayırlar. Sonra əzirlər. İndi bizim mənfur düşmənlərimiz bu prosesi davam elətdirirlər. Yəni Azərbaycan bilirsiniz ki, çox millətli xalqdır. Burada rəzgilər, əsrlər boyu Kürdlər, Azərbaycanlılar, Ruslar, Yəhudilər, Udunlər, Talışlar bir vahid Azərbaycançılığı, Azərbaycan sevgisini qəbul edib və vahid bir ailə şəklində yaşayıblar. Bax, Şamil də bütün ömrün o şeirlərində də və ədəbi irsində də və təbliğatında da birliyə çağırırdı. Bu şeirlərində də var. Torpaq işğal olunmamışdan qabaq da var ki, birləşməsək bu torpaq gedəcək. Yadınızdadır da bizim Azərbaycan parçalanma ərəfəsində idi. Bunu Şamil duyurdu. Və çox yaxşı ki, Ulu Öndərimiz Heydər Əliyev vaxtında dəvət elədilər, gec də olsa gəldi və bu parçalanmadan qurtardı. Bizim gələcəyimiz də, Qarabağın azad olması da birliyimizdən asılıdır. Milliyyətindən, əqidəsindən asılı olmayaraq birliyimizdən asılıdır. Şamil də bu birliyi uğrunda söylədi. Mən burada çox sevindim, həddən artıq ki, Böyük Şamilin ədəbi işi unudulmuyor, yaddaşlardan silinməyir. Bir daha bu gözəl balaların, o şeirlərin deməsini eşidəndə mən həm kövrəldim, həm də fəxr etdim.
ki, mən belə bir adamın qardaşıyam. Sizə bir daha minnətdar eləyirəm və bir xahişim də var, körpə balalar. Dəli Dağa salamı oxuyun. Bizim çox mədəniyyətimiz, yəni rayonun deyirəm də, adət-ənənəmiz, yer adlarımız, yurd adlarımız, dədə-babaların bizə qoyduğu irs, nəsihətlər itib gedir. Məişət əşyalarının çoxunun adını bilmirsiniz. Qınamıram sizi. Oxuyun o əsəri, onda siz onun əsərindən vətənə məhəbbəti, xalqa məhəbbəti, Azərbaycana məhəbbəti öyrənəcəksiniz. Bir daha sizə minnətdarlığımı bildirin. Tədbirin sonunda Şahin müəllimin öz nitqində şeirlərini dinləyəcəyik. Və məktəbli qızlar əl çəkmədilər, Şahin müəllimin bacısını əvəzləmidir. Mən deyir ki, israr edir ki, mən şeir deməliyəm. Buyur. Ağrıma ürəyim, ağrıma yenə, gözümdə Kəlbəcər həsrətim qalır. Dağa getməliyəm səninlə hələ, borcluyam vətənə, xidmətim qalır. Hələ qaçqınların qaradır qanı, tapılmır bu dərdin dərmanı hanı. Canım gözüm olan eli obanı, yurdumda görməyə niyyətim qalıb. Daş kimi üstündə dona bilmədik, səni qoyub qaçdıq can dəli dağım. Biz sənin halına yana bilmədik, sən elin halına yan dəli dağım. Babalar od oldu biz yerində kül, qaldı qönçəsində açılmadı gül. Bizə nifrət eylə acı-acı gül, şöhrət dəli dağım, şan dəli dağım. Mən vermək istəyirəm. Şahin müəllimin həm yaxın qohumudur, həm bizim məktəbin direktorudur. Mən bugün nə ilə fəxr edirəm? Şamil müəllimin, əmimin demək olar ki, anım günü mənim məktəbimə keçir. İdarə elədiyim məktəbdə keçir. Mən bununla fəxr edirəm. Gələn ayaqlarınızı, gələn qədəmlərinizi təbrik edirəm. Və burada iştirak edib, bu soyuq havada durduğunuza görə hamımızın qarşısında baş əyirəm mən. O, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, Respublika Əməkdar Mədəniyyət İşçisi, Respublika Ağsaqqallar Şurasının sədri, 30-dan çox kitabın müəllifi idi. Şamil Əsgərov Azərbaycan dilinin qafiyə lüğətini, Azərbaycan dilinin mənzum ginas lüğətini, dodaqdəyməz, ginaslı törəmə şəklində poemalar yazmaqla bir sıra yeniliklər də gətirmişdir. Hələ mən bir şeydə sizə qeyd edeyim ki, Sovetlər Birliyində Şamil Əsgərov Kəlbəcər rayonunun ziyalılarının yetişdirilməsində, savadlandırılmasında çox böyük işlər görmüşdür. Mən elə bilirəm ki, Kəlbəcər ziyalılarının hər 4-dən birində, bəlkə də çoxunda Şamil Əsgərovun əməyi vardır yetişdirilməsində. Gəlib alimlik zirvəsinə qalxmağında, şairlik zirvəsinə qalxmağında Şamil Əsgərovun böyük bir əməyi olmuşdur. Mən inanıram ki, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə işğaldan azad olunacaqdır. Biz buna hamımız arzuluyuruq və inanıram ki, bu həyata keçiriləcəkdir. Və biz Dədə Şəmşirin, Şamil Əsgərovun, Bəhmən Vətənoğlunun, Sücaətin, Dəmirçi Abbasın, Qəmşəş Alleverdinin və digər Kəlbəcər yazarlarının yubileylərini və anım günlərini tezliklə Kəlbəcər torbağında keçirəcəyik. Mən buna öz varlığım qədər əminəm. Sağ olun, bir daha gəldiyinizə görə sizə minnətdaram. Son olaraq Şahin müəllimin öz nitqində bir neçə şeirini dinləyəcəyik. Təşəkkür edirəm, hamısına minnətdarlığımı bildirirəm. Amma onu bilin ki, nəyindən asılı olmayalım. 100 şəri qoşsalar, mənim deməli, əqidəmi Azərbaycandan ayırmaq mümkündür. Ben sorumluluk var. Şahsen durumumuzda ki, tez olsa, tez olsa biz o torpaqlarımızı bu çempiyonu qataracaq. Hər birinizə dəvət təşəkkürümü bildirəm, minnətdarlığımı bildirəm.
Fərzan müəllim, təşəkkür edirəm sizə də. Sizə söz verə bilmədik, təbii ki. Allah Şahin müəllimə rəhmət. Şahin müəllim sağlığında heykəlləşmiş bir insan idi. Şahin müəllim sağlığında böyük hadisəni qazanmış bir insan idi. O xalq şairi titulu da, nə bilim o yüksək dövlət mükafatları da, hamısından da yüksəyi xalqın verdiyi mükafatdır, xalqın verdiyi dəyərdir. Və Şahin müəllim xalqın qəlbindədir, xalqın ürəyindədir. Və Şahin müəllim bizim bir keçən tədbirimizə dedim, bizim üçün bir mayaqdır, bir işıqdır və o işığın ardınca daim biz gedirik və bizdən sonra gələn nəsillər də gedəcək. Hər bizə dərin təşəkkürümə minnətdarlığımı bildirirəm.